İndi güneydə də bizim soydaşlarımıza bu fikri başa düşürlər ki, artıq Azərbaycan olmasa, şəxsən Pezişkanın da hakimiyyətə gəlməsində əsas məqsəd o idi ki, İran rejiminin bir Azərbaycan türkünü gətirsin rejimin başına və onun vasitəsilə İran rejimini qorusun, saxlasın. Yəni İran rejimi bu məqsədlə Pezişkanı da gətirib. Çünki artıq bilinir ki, milyonlarla bu Azərbaycan türkünün güneydəki hayqırışı bunun artıq qabağında durmaq mümkün deyil. İndi belə bir cəfəng fikir atıblar ki, İranda da zaman-zaman bir neçə xətt olubdur. Birinci, federalistlər. Yəni İran rejim gedir, ancaq İran parçalanmır. Parçalanmadan bugünkü vahid, bugünkü İran dövləti altında yenidən federalizm adı altında bir Fars rejimi yaradırlar. Yenə də bizim haqq və hüquqlarımız tapdalanacaqdır. Bu xətti. İkinci, Güney Azərbaycanda muxtariyyət tərəfdarları, yəni İran rejiminin içərisində Azərbaycanın muxtar mədəni hüquqlarına nail olmaq. Üçüncü, ən əsas xas istiqlalçılardır. Bu günlərdə istiqlalçıları vurmaqdan ötürü belə bir cəfəng fikir atıblar ortaya ki, güya bütün İran ərazisi Azərbaycan türkünündür. Biz yəni İranın parçalamağına imkan verməməliyik, bütün külli İrana sahib olmalıyıq. Bu xəyanətdir, bu aldadıcı bir gedişdir. Həmin Fars faşizmi ilə Rus faşizminin Türk dünyasına qarşı oynadığı bir oyundur. Yəni məqsəd nədir? Mən əziz yurttaşlarım, əziz qardaşlarım, əziz soydaşlarım, güneyə də tuturam, Şimal Azərbaycanda da. Biz Azərbaycanın Heydər bəy şimalında bir dövlət qurmuşuq. Bunun İran rejiminə dəxli yoxdur da. Yəni ən azı 200 ildir Azərbaycanın şimalı Rus müstəmləkəsi altındadır. Biz Rus müstəmləkəsi altından xilas etdiyimiz Azərbaycanda dövlət qurmuşuq və bugünkü İran rejimi, Fars faşizmi bizim Şimali Azərbaycanda qurduğumuz dövləti qəbul eləmirlər. Buna Bakı dövləti deyirlər, Azərbaycanın İranın şimalı deyirlər. Yəni hələ burada bir dənə Fars yaşamaya. Farsın heç bir haqqı olmayan, mənim şimalda qurduğum dövləti bu qəbul eləmir. Bu Fars necə mənim hökmranlığımı qəbul eləyəcək ki, gəlsin, mən İrana hakim olacam, oradakı Farsda, Ərəbdə, Bəlişdə, Kürddə gəlib mən hakimiyyətimi qəbul eləyəcək. Bu cəfəngiyyatdır.